Kamyondarların etisabının zərəri kimlərədir? İşindən, gücündən, gəlirindən qalan şoferlərə راننده ترانزیت هم بسیار آسترا مشکلات ما نداشتن گازوئیل سهمیه گازوئیل و جاده‌مون خرابه. بیمه تامین اجتماعی هیچ امکاناتی برای راننده نداره. بیمه تامین اجتماعی حذف کنه از کارتوشمند راننده. ما نمیخوایم بیمه تامین اجتماعی. خدماتی به راننده نمیده هیچ. لاستیک میخواد بخری امروز دلار شده 80 تومن میگم آقا دلار ارزون شده لاستیک میگه من دلار 100,000 تومانی لاستیک خریدم. yoxsa bir il zəhməti heç olan əkinçilərə. ما رانندگان عزیز شهرستان داراب است. خواهشم تمنا میکنم التماس میکنم ببین این دونه من داره خراب میشه. تو را به خدا من ضرر 10 میلیارد دارم ضرر میکنم. تو را به امام حسین خواهش ازتون Və ya siz və biz məsrəf konəndilərə. Dövlət bu işin harasında yer alır? Milyardlarca litrə qazoil qaçağı bu müadilənin harasındadır? Azərbaycan etisabların harasında yer alıb? Vizyonu nə mənədir? Yeri nəqşi nə mənə ola bilər? اینجوری نی اگر اونا نخوان با ما مذاکره کنن یا اگر بخوان مثلا ما رو تحریم کنن ما از گرسنگی خواهیم مرد. Mən Taha Kermani, xanımlar, bəylər, Şirinçaya xoş gəldiniz. Ordu-5-in 29-unda Bəndər Əbbasda kamyon şoferləri və sahiblərinin ibtikarı ilə bir etiraz başladı. Bu etisab birinci həftəsinə yaxınlaşdığında 130 şəhərdə bu etisab dalğasına qoşulubdur. Azərbaycanda da bir çox şəhər kamyonların etisabına qoşulub və artıq İranın həmlünəql sistemində ciddi bir ixtilalın olduğundan danışmaq mümkündür. Etisab nə üçün oldu, nə üçün başladı, etisab eləyənlər nəyə hədəfləyirlər, bu etisabdan faydalanan və yaxud zərər görənlər kimlərdir? Bu videoda qısaca bunları anlatacağam. Nələr olur, nələr baş verir və nələr ola biləcək haqqında bir neçə cümlə sizinlə danışmaq istəyirəm. Bildiyiniz kimi İranda suxtun qiyməti və yaxud qazoil və benzinin qiyməti qonşu ölkələrlə də müqayisədə son dərəcə ucuzdur. İran hökuməti taza söhbətdə deyir, 10 illərdir ki bir subsid verir və qiymətlər İranda son dərəcə ucuzdur. Əgər bir müqayisə eləsək, İran qonşularında lap ucuz qazoilli olan Azərbaycanda 59 sentə və lap bahalısı da Türkiyədə təqribən 2 dollardan biraz aza qazoili siz ala bilirsiniz. İranın şərqdəki Pakistan və Əfqanistandakı qonşular, yəni Pakistan və Əfqanistanda da qazoil qiyməti İrandakının neçə qat üstündədir. Etirazın mənbəyi hardan başlandı? İndi səhmiyyə qazoilin litri 300 tüməndir. Tək 300 tümən və dövlət belə bir pişnihad və nəzərdə aldı ki, tir ayında 3 nirxi olsun. 3 nirxi nə olacaq? Səhmiyyə qazoil həman 300 tümən, səhmiyyədən sonra, yəni bəlli bir litr səhmiyyə nəzərdə alırlar şoferlərə. Nəyə görə nəzərdə alacaqlar? Bu biraz PC-də qarışıqdır. Təbiətən İranda keçmiş təcrübələrə görə bu iş şəffaf olmadığına görə çox da adilanə dağıtılacağını, yəni bu paylaşacağını ehtimal vermək də çətindir. Amma bir səhmiyyə, yəni litri 300 tümən, bir nimə səhmiyyə, yəni səhmiyyənin üstündəki qiymət bezafi %40 qiymətin artırılacağı, bir də azad qiymətə ki, qiymət verilibdir 30.000 tümən. Təcrübə göstəribdir. Elə lap bu 30.000 tümən də sürət ilə tümənin dəyər itirməsinin qarşısında əziləcəkdir və qısa bir neçə ay, bəlkə heç ilə çəkməz, neçə aydan sonra yenə də dövlətin bu yolu ilə subsidin hədəfmənd eləyib və ya qabağını almasını planladığı da yenə də heç olacaq, əldə var, heç-heçə müsavir yenə qalacaqlar həman məsələ ilə. Amma bir söhbət var, İranda günlük ortalama 20 ilə 25 milyon litr, iştibah eşitmədiniz, 20 ilə 25 milyon litr qazoilin qaçaq olduğu iddia olunur. Bu rəqəmlər də fərqlidir. Fərqli qaynaqlardan mənim neçə mənbəyə qarışdıq. Baxdığımda yetişdiyim rəqəmlər budur. Amma ayrı bir cəlib nüqtə var. Qaçağın, yəni bu 20 ilə 25 milyon litr qazoilin gündə qaçağının
%65-dən çoxu Ustanistan və Bəluçistandandır, Pakistan və Əfqanistana. %15-i Hormozqandandır, təbiətən xəlic ölkələrinə, lenzlər ilə olur və %20 ölkənin qalan tərəfləri. Yəni, baxmayaq ki, İran qonşularında lap bahalı qazoil Türkiyədədir, amma qaçağın yarısından çoxu, %65-i Sistan Bəluçistan ustalarından olur. Nerdə də necə bir yol açdığı da mühümdür. Yəni mən gələcəm ki, kamyondarların etisabı nələrə səbəb olur, amma ondan öncə istəyirəm görəm ki, bu qazoil qaçağı İranda və qaçaq olunan ölkələrdə, yəni qonşu ölkələrdə nə təsir qoyur? Misal üçün Pakistanın ajansı daxilisinin verdiyi rəqəmə görə taza bir rəqəmdir. 2.85 milyard litr qazoil İrandan Pakistana qaçaq olur. Yəni Pakistanın 1/3 qazoil ehtiyacının mənbəyi İrandır. Bu yəni qaçaq, yəni satdığı deyil. Qaçaq qazoil Pakistanın 1/3 məsrəfi İranın qaçaq qazoilindən təmin olur. İstəyirəm araya yetişəm. Bu etisabın əsas hədəfi, etisab niyə oldu? İstəyirlər qazoil qiymətini eləsinlər 3 nırx, yəni bahalansın, sözün qıssası. Ona görə əsas pulu yeyənlər yox, məsrəfxanada kamyon şoferlərinin gücləri yetişib. İşin xülasəsi budur. İndi burada da gəlib etisabda bu kamyon şoferləri ki, qıst ilə gəlib kamyon alıblar. Birdən-birə bunun əsas xəzinələrinin biri ki, ola suxt, 300 tüməndən eləyirlər 30.000 tümən. Təfavütü görürsünüz. Birdən-birə bu cür olanda kirayələrin öcür bahalanmadığı, çünki kirayələr bahalaşdığında hər şeyə, təvərrüma, yeyib içəcəyimizə, yəni sizə, bizə, bizim suframıza fərq elədiyinə görə təbii ki, etisab eləyiblər, etiraz eləyirlər. Burada dövlət indi feilən bu etisabın yuxarı olduğuna görə, çox şəhərlərdə etisab olduğuna görə hələ səssiz qalıblar. Gəlirlər ayrı bəhanələr ilə birinci aşamada etisabı naməşru göstərməyə çalışırlar. Birinci məsələn deyirlər, bu etisabda əkinçilər zərər verir. Düz də deyirlər. Məsələn, Qayməqami Məcmə Milli Kişavərzanın dediyinə görə bu etisablar 40.000 milyard tümən əkinçilərə zərər verəcək. Yəni bütün Xoza Kişavərzi əkinçiliyin bu etisablardan görə biləcəyi zərər 40.000 milyard tümən təxmin olunur. Yaxşı. Fəqət qazoil qaçağından ölkənin nə qədər zərər verdiyini bilirsiniz. Bu 40.000 milyardın 10 qatı, yəni 415 təqribən 4 qatından daha çox, 415.000 milyard tümən İran ildə, yəni doların mabı təfavütuna görə bu rəqəm də fərq eləyə bilər, qazoil qaçağından zərər verir. Yəni bir iştibahın, yanlışın qabağını birinci qədəmdə almadığınızda bu görün nələrə səbəb ola bilər. Sistan Bəluçistanda gün çörəyini elə bu qaçaq ilə qazanan Suxtbər adını nə qoyursunuz qoyun. O da burada zərər görür əgər qaçağın qabağı alınırsa. 1000 umudu ilə 4 dənə qarpız əkib, çuğundur əkib, hər nə mənə əkib. İndi gəlib bunu bərdاشت elədiyi zamanda əkinçinin əlində qalıb zibil olacaqdı bu bir il zəhmətinin məhsulu. O da zərərdə gün çörəyinə möhtac olub, qıst ilə, vam ilə treylə alıb, kamyon alıb, istəyirin, hətta şoferdir, yəni fəqət bu mal sahibləri, yəni kamyon sahibləri da deyil, şoferlər indi burada gün çörəklərinə möhtac qalıblar, onlar da etisab ediblər. Əbləhanətərin morid bu məsələyə baxmaq budur ki, gələsən etisab eləyəni müqəssir görürsən. Bəli, bu etisabdan əkinçi də zərər görür, amma ağalar, xanımlar, dünyanın hər yerində vaxtı etisab eləyirsən, biriləri zərər görür. Əsasən etisaba niyə təvəccüh eləyərlər? Etisaba buna görə təvəccüh eləyərlər ki, o etisab eləyənlər üstəkilərə, dövlətə, təsmin tutanlara, siyasətçilərə göstərir ki, mən əgər etisab eləsəm, bunun zərəri fəqət mənim deyil. Bir çoxlarının da onlar fişa gətirər və bunların istəklərinə yetişərlər. İndi təsəvvür edin, mənim yaşadığım Fransada otobus şoferləri etisab eləyir. Minirsən otobusa birdən-birə və xiyabanın kənarına etisab eləyir, yenir. İndi burada işinə yetişənməyən, mədrəsəsinə, danışqanına yetişənməyən musafirlər gəlib şoferi demir ki, niyə etisab eləyirsən. Gəlir üstəkinə, siyasətçisinə deyir ki, dadaş, bunun əgər haqqı, hüququnu versəydin, bu məcbur olub, heç kəs səfih dərəcələ etisab eləyər, işindən, gücündən qala. Gəlir etisab eləyir. Bunu da
Doğru düzgün məmləkətlərdə bir sendika var, etisab eləyəndə də onun hətta əqəlli çörəyini, gün xərcini, çörək pulusunu gəlib təmin eləyir və çanəzərini eləyir siyasətmədən ilə ki, bu gəlsin haqqını alsın. Maksimumi haqqını alsın. Yəni hədəf ki, etisabdan qoyub onun maksimumuna yetişsin. Camiə də bu imkanlar ilə, bu rəsanə ilə, bu nəticəyə, bilincə, bu ağla yetişir ki, dadaş, bunun mənlə bir qərəzi yoxdur. Etisab eləyir ki, haqları, o təbii haqlarına yetişsin. Yəni indi burada əkinçilərin məğdur olduğu, zərər verdiyi çox təbii bir şeydir. Fəqət əkinçilər də həml-nəql sistemi müxtəlil olduğunda təbiətə məvəd-qəzaya da bahalaşır. Biz də o yeyənmədiyimiz çörəyi daha bahalıya yeyəcək. Bu da doğru bir şeydir. Yəni zərəri sizə bizədir. Amma səthi tərin şey budur ki, bu məsələdə, bu davada ki, qazolun tövlid konəndəsi də, tozih konəndəsi də kimdir? Dövlətdir. Bütün bu çərxi zərərdə ki, hamımız zərər verir, zərərin müdiriyyəti kimin əlindədir? Dövlətin əlindədir. Biz bütün bu çərxi məyyubda hər şeyi ötürək, yapışaq o beçara şoferin yaxasından ki, sən əgər etisab eləməsəydin, bostancının qarpız əkibində əlində qalıb, o zərər verməyəcəkdir. Dövlət etisabı millətin düşmanı kimi göstərmək üçün fərqli əbzarları var. Biri bu üçün məsələn gəlir 4 yerdə 10 dənə xəbər göstərir ki, bəli budur, bax etisab eləməyiblər, elə bunlar qohum qarpız daşıyır, pəs etisab şikəst yedi. Yəni millətin qabağında qoymaq ilə güya o etisab eləyənlər sanırsan məsələn Almandan gəliblər. Yəni o məmləkətin adamıdır da, şofer orada keçinənmir, gün xərci üçün etisab eləyir. Birinci dərəcədə sizə bizə göstərməyə çalışır ki, bu şoferlər bizim mənafeyimizin düşmanıdır. Yəni o xainsazi ki eləyəcək, o şoferlərdən eləyir ki, öz haqqı üçün şey eləyir. Və bu gün sabah sizə də var. Müəllimlər etisab eləsə, gəlib deyəcək ki, uşağınız dərssiz qaldı da, uşağınız dərs görənmir mədrasədə. Pərəstlər etisab eləsə, deyəcək odur, bax 2 nəfər orada iynə vurmadılar, öldü. Pəs baxın görün ki, düşməniniz pərəstlərlərdir. Ona görə bu işin axırı yoxdur. Yəni elə bu gün sizə bizə düşman gözü ilə görsədən şoferlər sabah pərəstana da var, müəllimə də var, karicərə də var, tut keçsin. Çünki heç kəs özü işləyib özü yemir ki. Yəni bu karicər də olsa, hər nə mənədə olsa, bir yerdə etisab eləyəndə bir xidmət içi irayə verir, vaxtı xidməti mütəvəqqif eləyir, xidmət görən, bu xidməti alan, ondan bərxurdar olanlar məğdur olacaq, zərər görəcək. Bu gün əkinçilər, sabah müsafirlər tut keçsin. Ona görə dövlət məsələnin həllinə yox, gəlir göstərir ki, bu şoferlər etisab elədi, zərəri sizdədir. Ha, baxın, ha, şoferlər çox pis adamdır. Amma indi burada propagandanın neçə vəcidir, fəqət bu yolu ilə də. İkinci yolu nə mənədir? Lap ucuz yolu budur ki, əbləhanə bir şeyləri ilə gələsiz bunun etisaba qoşulmağın qabağını alasınız və bunu bir dənə bir namusi bir məsələ, belə təəssübi məsələ ilə gətirəsiz o haqlı səbəbdən, məşru səbəbdən etisab eləyənləri xuxu göstərmək ilə bir dənə də hələ buna etisabı sındırıb, bunların əleyhinə təbliğat eləyənlərə məşru göstərəsiz. Məsələn nə mənə? Bu etisab bir həftəyə yaxındır başlayıb. Təbiətən şoferlər üçün burada ana məğdurdular. Etisaba qoşulmayanlar ki, hər nə tocih və dəlil ilə etisaba qoşulmur, onlara narahatdırlar, onlarla savaşırlar, maşınlarını daşlayırlar, pis iş görürlər, yaxşı iş görürlər, əslində bir tərəfdə qoyun. Təbiidir ki, onları xain gözü ilə görürlər və s. İndi bu şeydə, bu bir həftədə baxsa sosial mediada bir sürü cəngücə dava var. İranın Bəndərə şəhərlərində, Bəndər Abbasda, Əhvazda, Güneydə, orada, burada, Luristanda, Xuzistanda şoferlərin arasında bir sürü çatışma var. Ki, bir etisaba qoşulmayanları xain deyirlər və s. Bizim də Azərbaycanda bu məsələnin servisi, məsələnin irayəsi çox cəlibdir. Bir dənə şofer tapıblar, Nəmharda bir Kürd gəlib, Ərdəbilli bir şoferə yaman deyir və yamanlarının arasında türk faktorundan istifadə eləyir və indi bu Türküllahi sipahın finansilədiyi, bütçələrinin sipahdan gəldiyi müstəqim və ya qeyri-müstəqim təbliğat vermək ilə arada bir traktor marşı pəxş eləyən Instagram səhifələri orada burada. İndi gəlirlər, bunu gəlirlər ki, bax sən. Bu Kürd şofer gəlib türk şoferinə yaman deyib Azərbaycan eyvaydə qeyrətinə dəyib. Ağalar, xanımlar, məsələ çox sadə bir şeydir bax.
burada çörəyindən olan A şoförü, sürət dərdində olan B şoförü ilə savaşıb, orada o axmaq A şoförü yazıq B şoförünə gəlib orada etnik hüviyyətini, türklüyünə bir şey deyib. Çox qələt eləyib, anlamayıb bir şey deyib. İndi bunu ələm eləyib. O şeylər ki, qurğularının hara bağlı olduğu da gizli bir şey də heç gizlətmirlərdi. Sipahdan finans olan bu səfələr vaxtı burada ver coşqunu orada eyvay Azərbaycana şey elədilər, türk qeyrətinə dəydi. Və türkün niyə o yazıq şoförünün bədbəxt olması qeyrətinə dəyməsin? O bir dənə şoför məlum da hansı dərədə gəlib ona bu aralarında boğuşan, savaşan ki, bir dənə 1000 dənə şey olub. Yəni Bəndərdə olub, orada olub, burada olub. Şoförlər bir-birlərini vurublar. Heç kəs gəlib eyvay ərəblər gəldi Nuristanlılara bilməm filan dedi. Yəni çox cəlib daha. Yəni bunu fikirləşmək lazımdır. Azərbaycanın harda bir sərasəri bir şey olsa, etisab olsa, etiraz olsa, etnik faktorunu elə gözəl sipaha bağlı olan, hökumətə bağlı olan, sözdə Azərbaycançı görünən bu səfələr elə qəşəng bu mod-səvari ilə sizi bizi birinci mərhələdə etisabdan soğutmaq ki, əgər bir türk şoför istəyə bu etisaba mülhəq ola olmuyor ki, eyvər türklərə tohin elədilər. İkinci dərəcədə mümkünsə düşman eləmək ki, etisab eləyəndə gəlib pis adamdılar. Və bunun da axırı da yoxdur. Yəni fikir eləyəsiniz ki, indi kamyonlardır yox. Dünənlərin məhz əmini etirazlarında ki, bizim kütlərin nə işimiz var? Sabahların bir etisab olsa, bir sərasəri bir etiraz olsa İranda, bu axırı yoxdur. Bir dəfə bir yerdən etiraz başlayacaq. Mərivandan başlamaz, Zahidandan başlar. Zahidandan başlamaz, Şirazdan, Kərəcdən, Təbrizdən, Mərəddən, Bostanabaddan bir yerdən başlayacaq. Sizə bizə deyəcəklər ki, onlar farsdır, bizim nə işimiz var Farsın uğruna. O da 57-də getdik, inqilab elədik, çörəyini farslar yedi. Yalan deyir, yox düz deyir. Amma məsələ budur ki, bunu bu mövqeyiyyətdə gəlib sizin qabağınıza, bizim qabağımıza qoyduğunda birinci dərəcə budur ki, bu bütün müşküllərin amili olan dövlətdən həcmə uzaqlaşır, öz aramızda döyüşürük. Qazanan kimdir? Kimin təxti yerində? Xamenei yerində orada durub hökumətini sürür. Meyar nə mənadır? İstandart nə mənadır belə şeylərdə? Biz hardan bilək o şoför əgər gəlib bir aralarında şey olubdur, indi bizim xeyrimizə deyir, yox, bizim Azərbaycan həssasiyyətimiz var, yaxşı. Dadaş, Azərbaycan həssasiyyəti olan bu Azərbaycan çörək yeyir. Və bu çörək yemir, bu Azərbaycan dediyiniz bu məmləkətimizin, bu ölkənin, türkün qarnı acmır. İndi bu bahalıq Türkçə yoxdur. Fəqət Kürdə var, Farsa var, Ərəbə var, Bəluça var, ona buna var. Bu cür sərasəri etisablarda əsas sərasəri qoymadı. Yaxşı, Azərbaycan şoförləri etiraz eləsin, etisab eləsin. Məncə mümkün deyil hökumətə fişar gətirmək üçün fəqət bir məntəqə öz xoşuna gəlsin bir iş görsün. Əslində ayrı çarəsi yoxdur ki bu işin. Vaxtı müşkülün müsəbbibi birdir və buradan zərər görənlər birdən çoxdur. Təbiidir ki, o biri zərər görənlər, məğdurlar hamısı birləşib bu zərər verənə qarşı müttəhid olmalıdırlar. İndi adını nə model qoysan qoy bax. Bu da ayrı yolu yoxdur və həmişə də çox maraqlıdır və bu bəhanə də alıcı da bulur. Yəni bunun müştərisi də hazırdır. Orada, burada nə garantisi var ki, o şoför ki, məsələn, o Kürdü ki, gəlib türk şoförə şey eləyibdir, hökumətin öz adamıdır. Əslən, fərzli öz adamıdır. Cahilin biri bir dərədə tapılıb bizə belə deyib. Sual olunmur ki, Sipahın finanse etdiyi, büdcəsini verdiyi, təbliğat ilə himayət elədiyi səfələr xeyr ola bu cür şeylərdə nə bətərdə gəlirlər, şey çıxırlar, türkün haqqından yiyə dururlar. Çox bətər adamdılar, haqqı əzilən türk əkinçiyə də bir haqqına sahib çıxsınlar. Türk şoförünün də haqqından himayət eləsinlər də, çox bətər Azərbaycan sevərdilər. Və heç belə yerlərdə səsləri çıxmır. Qaldı ki, ağa bu etisabın yolu nə cür olmalıdır? Və bu etisabın əslən fəlsəfəsi budur da. Etisabın fəlsəfəsi budur ki, dadaş, pərəstərlər etisab edirik, işə getmirik. Niyə? Mərizlər fişar çəksin. Nəinki gedirəm, mən üçün hüquq alamıram, qoy məriz orada ölsün. Əslən, səbəbi budur ki, hökumətə demək ki, dadaş, mən işləməsəm,
Mənim gördüyüm zərərin daminəsi çoxalar, genişləyər və daha çox narazı olar. Bu narazilərin selini bir yerdə durdurmaq üçün mən gərək razı olam. Mənə gərək razı eləyəsən. Əslində etisabın fəlsəfəsi budur da. Yəni əgər qərar olan mənim sənin etisabından heç kəs zərər görməyə, dövlət deyib yaxşı etisab eləsin, altından ölsün. Əgər qərar ola şoferin etisabının heç kəsə zərəri olmaya, dövlətin məsələn nə vecinədir çox bağışlayın gəlsin məsələn bunun istəyinə yetişsin. Şofer yox o bizəsi. Yəni bunun ayrı yolu yoxdur ki. Və bütün bu yerdə də qarnı toxluqdan deyil yəni. Siz təsəvvür edin ki məsələn nə mən deyim? Məsələn fərz edin Instagramın pullu influencerləri gəlsin etisab eləsin. Eşidibsiniz? Dadaş İranda lap belə lüks yaşayanlar gəlsinlər, məsələn desinlər, dadaş, nə bilim 10 milyard üstü maşınların varidatının əvarizini çoxaldıbsınız, biz bunu etiraz edirik, etisab edirik. Məmləkətin ultra milyarderləri etisab eləsin. O zaman deyək ki, dadaş, bizə nə, o pullulardır da. Burada heç söhbət yoxdur ki, şofer sizə bizə taydır. Əkinçi sizə bizə taydır. Yəni məsələ budur ki, burada bu cür yerlərdə ki, bizim sinfidəndir. Yəni bizim əli ilə işləyib gününü keçirtmə dərdində olanlardır vaxtı. Burada bədtərin halət budur ki, bütün zərərlərin müsəbbibi gələ bu zərər görəni o biri zərər görənin qabağında qərar verir. Əkinçinin şoferin qabağında, şoferin əkinçinin qabağında, sizin bizim qabağımızda. Hətta yolu budur ki, burada köməklik eləyənməsək, heç olmasa bir şey deməyək. Heç olmasa bunların belə məskərə oyunlarına gəlməyək. Sipahın bu cür organizə propaganda təbliğatının parçası olmayaq. Çünki bu bəhanə qutulmaz. İndi bu bəhanə bu gündən bir Kürt şofer, Türk şoferinə bir şey dedi. Bu qutulmayacaq ki, sabahlar etiraz olur. Necə ki, Məsəmini olaylarında gördük. İndi bu günlərim şoferlərdə görürük. Sabahlarım, nə bilim, Türkçəsi minibuslarının etirazında görəcək. O biri gün bakkallar etirazında görəcək. Bu qutulmayacaq ki, İSNEP şoferlərinin etirazında görəcək. O zaman da deyəcəklər ki, yəni bu qutulmayacaq. Ona görə burada bədtər, bu da qazoil miqdarı, qazoil qaçaq şey ortada. İllərcə pulun nəftini alıb, yeyib, orada xərclədiyinizə gəlib paylaşıq qursaydınız. Vaxtında sərmayəgüzarlıq eləsəydiniz, vəziyyət belə olmazdı. Biz də bilirik, qazoil ucuzdur, həddindən artıq ucuzdur. Maşın varidatının qabağını yendirsəydin, dünya standartına yaxın məsrəfi olan maşınlar gəlsəydi məmləkətə. Nəinki hərəsi bir paylaşıq qədər qazoil məsrəf eləyir. Miyancı məsrəfi suxt bu gündən İranda yaygın olan maşınlarda qonşu ölkələrlə necədir? Bu ortada bir şeydir də. Bunu vaxtı hökumət eləmir, sadə tərin və əlverişli tərin yol budur ki, gələ bu məğdurlar, mütərizlər ki, səslərini çıxaldıb, bıçaq sümüyə yetişib gəlib səsini çıxaldıb, bunları bir-birinin qabağında qoyaq. Bizdə də bu cür etnik məsələni gətirib, haqsızdır demirəm. Məsələ budur ki, biz böyük rəsmi tablonu görməyib, balaca bu şeylər ilə bizim başımıza alladıb bu şeylər. Və bu zərər də burada qalmır. Və zərər getmə-getdə çoxala bilər, genişləyə bilər, tut geçsin. Haracan yeri var, şey ola bilər. Tənha kəsi ki, mordi sual qərar tapır, hökumətdir, bəlkən-bəlk oturubdur yerində. Şirincəmin bu proqramının qonusu da bu olsun. Danışacaq söz çox, vaxt azdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Lütfən Şirincəyi bəyənib, videolarımızı əgər bəyənirsiniz, bəyənib, yorumlarda nəzərinizi yazmaqdan çəkinməyin. Dostlarınızla videolarımızı paylaşın və YouTube kanalımıza abunə olub dostlarınızı bu videoları izləməyə dəvət edin lütfən. Sağ olun, sağlıcaqla qalın, Şirincəyi ilə qalın.